Artıq gəldim, Məzar-ı Şərifdəyəm, yanımda Məhəmməd var. Salam aleykum. Salam aleykum. Oy oy oy. Sən Xanımlar və bəylər, Məzar-ı Şərifə gedirəm. Şəhərin adı odur, Məzar-ı Şərif. Orada Məhəmməd qardaş var, Azərbaycanlıdır. Onu ilə tanış eləyəcəm sizi. Bugün çox xaoslu bir gün idi. Çox problem yaşadım. Sağlıq olsun, hər şey həll oldu. Təyyarəyə doğru gedəcəyik, amma təyyarə hansı tərəfdədir bilmirəm. Bu olmaz da yəqin ki, bu olsa piyada gedərdik. Belə Koman deyə bir şirkətdir, Koman Air. Oyla Məzar-ı Şərifə uçacaq. Hardasa 40 dəqiqə, 45 dəqiqə belə bir şey. Təyyarədəyəm uşaqlar. Gözlərimdən də görsənir ki, çox yorğunam. Qızdırmam da var biraz, qızdırmam düşmür. 38-37 yarım belə aralardadır. Yaxşı olacaq amma gedim Məzar-ı Şərifə özümə gələcəm. Təyyarəmiz çox da təzə də deyil, çox da köhnə də deyil. Yaxşıdır yəni, normaldır. Birazdan qalxacağıq. Dediyim kimi 40 dəqiqə, 45 dəqiqə belə bir şey uçacaq. Qardaşlarım şəkil çəkdirir. Bunlar imkanlı Afqanlardılar. Qəribə bir ölkədir, çox gözəl mənzərə var, onu göstərmək istəyirəm. Buna baxın bir dənə. Dağlara baxın ala. Vay vay vay. Çox qəşəng görsənir. Əfqanistan dağlıq ərazidən ibarətdir demək olar ki. Bu arada xanımlar da işləyir. Görürsünüz arkada xanımlar var. Stüdyessa deyirlər deyəsən. Qəşəng, maraqlı. Əfqanistan bizi şaşırtıyor. Deməli, belə bir şey verdilər. Sonrasında meyvə suyu, ketçap, bir də şokolad, bir də su, bir də salfet. Artıq gəldim, Məzar-ı Şərifdəyəm, yanımda Məhəmməd var. Məhəmməd necəsən? Nə var? Sağ ol. Fərqi yoxdur abi mənə. İkimiz də oturaq arxada. Mən o tərəfdən, bu tərəfdən. Bu güllə keçirməz maşındır. Hə, zirehli maşındır Zirehli amma. maşındır. O, bu nə şüşədir? Nə qolundu şüşə? Buna Şeye çekmişler arabaya. Ha? Ustaya çekmişler. Tamam, Oradan tamam. Birazcık bekleyip sonra. Tamam, sorun değil. Nə olur? Geldiğimiz bu maşın var. Daha əsgərlərin gətirdiyi maşın. O biraz nasazlı indi. Ustada da gelip bakacaq. Bizim əskər qardaşlar. Salam aleykum. Salam aleykum. Salam aleykum. Salam aleykum. Salam aleykum. Qardaş, xubi? Xubasti. Xubasti. Bizim mühafizə eləyən əsgərlərimiz. Maşallah. Bəs burada mühafizə ehtiyac varmı ki, mühafizə eləyər, yoxsa hər ehtimala? Yox, hər ehtimala da yox. Bizim biraz şirkət xaricdən gəlirik axı. Bizi rahatlatmaq üçün eləyirlər ki, məsəl üçün narahat olmayın, sizə güllə keçilməz maşın verəcəyik, sizə əsgərlər verəcəyik. Amma sən özün də Kabuli çəkdiyin zaman, Heratı çəkdiyin zaman və yaxud indi Məzar-ı Şərif görəcəyin zaman hər yer tam güvənlidir. Ay sağ ol. Heç bir şey yoxdur. Çünki yoxlama məntəqələri dəhşət çoxdur. İnsanlar yəni artıq hamı, yəni əvvəlki kimi deyil, artıq hamı silahsızlaşdırılır. Amma biz indi kampda yaşayırıq deyə, yəni lazım olur, yəni həm də ki Əfqanistandır, yəni lazım olur yəni. Amma beləsinə həqiqətən sıxıntı yoxdur. Yəni hələ başıma gəlməyib. Çox mehriban insanlar. Çox mehriban insanlardır, sağ olsunlar yəni. Özləri də yəni çox yəni qızıl kimi insanlardır. Yəni Abi nə silah var bunlarda? Baxmaq olar silaha. İcazə verirlərsə silah neyləmək istəyir silahı? Silahları bir göstərə bilərlərmi silahları? Qaqam heç problem eləmədən göstərdi. Burada nə deyirlər buna? AK deyirlər, hə? Vay vay vay. Qəşəng. Yəni böyləsinə bir yerdəyik. İnşallah buralar daha biraz şeydir. Biz özümüz üçün kamp qurmuşuq orada. Gözəl həyat yaşayırıq, səni də ora aparırıq. İnşallah. وظیفیتان سخت‌تر بود هدفشان از همون دوره جهاد شماست یا میگن آله وظیفیتان سخت‌تر Yol üstü dayanmışıq.
Qardaşımın mən karizmasını göstərmək istəyirəm. Təşəkkür edirəm. Nə qədər iyi yolumuz qalıb. Az kaldı şimdi. Sən də hep az qaldın. Git Ya var. çok kaldı dersem o da olmaz. Burada da bizim qardaşlarımız var, bizi qoruyurlar. Burada mı minelim? Evet evet. Burada şey yapayım diyor, hazırlayayım binmek için diyor. Eğer istiyorsanız binmek istiyorsanız. Tepmesin bizi. Ya tepmez ya, var ya sahipleri var burada. Görmüşəm, müşkillendir araba şansı. Müşkülü yoxdur. Binebilirsiniz, sıkıntı olmaz Yaş. diyor. Biz Aga, imkanı Türkiye çok- qardaşım. Yani biz at belində böyümüşük. Biliyorum ya abi. Başa Ben de sen de Türk'üm ya. Türksün. Bu Türk değil ama. Sən böyüməmisən. Bu Türk değil bu sadece. Uşaqlar, qəşəng yerə gəlmişik. Hansı ki varlı bir Əfqanın həyətindəyik. Bizi qonaq çağırıbdı və atları var. Atlar burada oyunlarda istifadə olunur. O nədir o? Bu nədir oğlum? Bu bizi porçol. Müşkül yoxdur. Müşkül. Bu nədir? Vay. Hə uşaqlar, uzun sözün qısası. Qonaq gəlmişik. Ev budur. Gördüyünüz kimi ətrafda villalar da var. Zəngin bir yerdəyik. Çox qəşəng. Güzel yer değil mi? 40 yıl burada savaş olmasaydı Əfqanistanın Evet. demək olar ki, hər insanı belə olardı. Evet evet. Allah özü kömək İnşallah olsun. olacağız. O İnşallah. çok zaman sürmeyecek İnşallah. İnşallah. Bizə danış ki, burada söhbət nədir? Burada at qaçaqçılığı eləyirlər. Yok öyle bir şey yok. Bu atların çoğu Kazakistan'dan getirmişler. Hı hı. Mesela orada gördüğünüz siyah at var ya. Hı hı. O atın fiyatı mesela 22.000 dolardan yüksek, Ha, işte 22.000 o dolar siyah falan. at. İşte burada gördüğünüz beyaz at var. İşte bu Hı hı. beyaz at da fiyatı 17.000 dolar. İşte onların birisi 17.000 dolar, 18.000 dolar, farklı fiyatlarda. Ama bunları Bunun fiyatını burada belirləyən nədir? Yəni yaxşı oyunda qaçmağıdırmı, yoxsa yorulma mən danışa bilmədim. Anladın sən məni amma. anladım Anladım. abi. Yani bunların fiyatları Tercüme. قیمت اینا را میگه از حساب چی بالا و پایین میشه از لحاظ فیزیکش است یا هم اینکه هم از فیزیکش هست هم از بزکشیش هست از دوش و از قدرتش هست دیگه کدامش قوتمند است کدامش خوب بزکشی خوبیش میکنه از همون لحاظ قیمتش بالاست. Abi atların değerini belirleyen şey buymuş. Bir de fizik olarak büyük olması, bir de güçlü olması, bir de at yarışlarında güçlü dayanabilmesi. Abi çox gözəldir. Atı tumarlayır. Vay. Maşallah, nə qəşəng. Bu at Kazakistan'dan getirmişler. Ha. Bilinir, Qazaxlıya Evet. bənzir. Vay, qadan almış ha. Məzahir. Qadan alım, ay məzahir. Əsəbləşmə ha, qaqa. Oy maşallah, bu nə qəşəng ya. Belə çəp-çəp baxma, biz dostuq ha. Dostuq gəlmişik. Salam aleyküm. Vay, nə qəşəng baba. Görsün uşaqlar. Professionaldılar ha, yəni professional. Mehmet stresten. Bilede çekme. Qadan qalın, məzahir. Motor boxur. Ha, Məhəmməd ürəkli ol, qaqaş. At benden kaçıyor, ne yapayım ben? Baksana at benden kaçıyor, ne yapayım? At bəyənmədi onu, değil mi? Evet. Siz bir deneyin abi. Harbi mi? Onu bəyənmədi mi? Ya ben ne bileyim, ben atçı değilim ki. At bozuk galiba. Abi önden biraz yaklaşın. Önden yaklaşıp da sonra şey yapın. Tez var şey. Aha, biraz hızlı abi. Hızlı, tez. Ya bir yerde durmuyor ki, baksana şaha kalkıyor. Korkmayın ya, yaklaş. Ya bir Korkma. sen kalksana ben öğreneyim bakayım. Momega bu bolo sövmeye. Bakayım nasıl kalkılıyor. Attı bak. Ben onu yapamam ki. Bak ben onu yapamam ki. Benim ayağım orayı. Kolay ya. Kolaysa sen yap. Şeye kalmak istiyor. Ha, beni kaldıracağınız şeye bak, ata bakın. Evet. Ata bak, baksana.
Vay 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 vay. Oy 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 oy. Baksana ya. Düşünsene ben ona bindim şimdi. Kardeşim Düşünsene ben ona bindim. Bana şey söylüyor. Vay vay vay. Taktiki öğrendin de tutup özüne bunu çekersen. Elias'a taktik öğrendi. Vay 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 vay. Ona bak o da orada. Kızışır ha gagaş. Ne oldu buna? Ay maşallah. Necədir qaqaş? Əla, əlasan. Hadi sen de. Durat, hey. Dürat olsun, Grat olsun, Dürat bu. Hə, Durat, hey. Koroğlu. Koroğlu yadıma düşür də qaqaş. Mən gedirəm Azərbaycana. Sən O vaxtı yadıma gəlir. Biz Qazaxıstana atla gedib gəlirdik uşaqlar. Ya bu at elə belə şey. Tamam bu kadar. Beni indirsinler. Oğlum. Oğlum. Oh, çok qəşəng. Çok qəşəng. Çok qəşəng. O bizi bir. Yok. Bir. Ana, bir. Bir. Arkanda da at var, diqqətli ol. Ups. Burada bir ağsaqqal gəlib bizə bilgilər verir. Hem de yani savaşmayı Hansı ki öğrensinler bunun diye tarixi topu haqqında, bu ortaya at atıyorlarmış. oyunu haqqında. İşte, evet. Topu ortaya atıyorlarmış. At binmeyi, atı iyi kullanmayı öğrensinler diye. Buşkaş deyirlər səhv eləmirəmsə. Bir şey var belə balaca insana oxşur da belə deyim. Balaca bir meşoxdur, belə başa salım. Onun kilosu da 20-25 kilo olur. Onu əyilib götürürlər, ayağı ilə atın yanına sıxışdırırlar və gedib o dairənin içinə qoymalıdılar. Belə başa saldılar. Ağsaqqaldır buranın yiyəsi, atların yiyəsi. Ağsaqqal gəldi bizə izah eləyir, başa salır. Çox maraqlıdır. Osmanlı dizisini gördüyseniz Evet. orada görmüşsünüz atı Türkler nasıl kullanıyor. Mesela savaşlar orada nasıl oluyor. Mesela nayza kullanıyorlar orada. Neyze, ha. Onu kullanıyorlar. Bir de ok yay var. İşte onu kullanıyorlar. İşte onlardan kalma. Bitdi, bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Mümtaz abicilər qonaq gəlmişik, gənclər. Hoş gelmişsin. Sağ olsun. Hazır balası. Allah razı olsun. Çox sağ ol. Necəsən? Yaxşıyam, çox sağ ol. Yaxşısan. Burada qəşəng Mənəm oturmuşuq. yaxşı. Orada da süfrəmiz var. Biraz burada çox adam Tam var. qarşıda Qonaqlı Hasan var. gəlmişik. Burada Hasan qardaşımız var. Qonaqlı qaralı. Qonaqlı Qaralıyıq. Məhəmməd var burada. Məhəmmədin iş yoldaşıdır bir çoxu və bu günləri sağ olsunlar gətirdilər, dedilər ki, bir süfrə açaq sizə, yemək yeyin. Hava soyuqdur, amma belə bir odun qalayıqlar deyək. Onun ətrafında oturmuşuq. Əbdülsəməd dayı gəlib. Dayı necəsən? Yaxşısan? Baxır bowling. Allah razı olsun. Soz bowling. Çox sağ olun. Dayı özbəkcə danışır bu arada. Çox sağ ol. Allah razı olsun. Burada da uşaqlar kababımız var. Xoş gördük. Çox sağ olun. Allah razı olsun. Burada quşlarımız var. Quş əti yeyirik. Ortamda belədir. Qardaş sağ olsun, əziyyət çəkir bizim üçün. Afiyet bol şəkil olsun. Haqqını halal elə abi. Çox sağ ol. Allah razı olsun. Mümtaz qardaşın evinə gəlmişik. Bu gecə burada qalacaq. Məhəmməd getdi. Məndən Səid qalıbdı. Sabahları inşallah sərhədə aparacaqlar məni. Bilmirəm. Görürsüz, görmürsüz. Abi göstərə bilərəm də, icazə var. Belə bir yer salonu deyil. Bizdə bu çox yaygın deyil. Öyle mi? Hə, biz belə masada falan çox otururuq. Biz daha bu şekilde. Ha, Ama böyle- masada var filan. Belə alışdım mən ya. Belə daha iyi. Afganlaştın sen iyice. Afgan kardeşim. Afgan balası ya. Afgan balası diyelim. Allah razı olsun. Yaşıl çay içirik yəqin ki. Yeşil çay inşallah Ay bu. maşallah. Hem yeşil çay demlemişler hem siyah çay. Ay maşallah. Çox sağ ol. Uşaqlar sabahınız xeyir. Dünənləri qonaq olmuşduq belə bir evdə. İndi artıq yavaş-yavaş çıxırıq. Salam aleyküm. Salam aleyküm. Good morning. Thank you. Ah. İndi yola çıxacağıq. Burada Seyid abi var. Bayağı soğuk hava ya. See you later. See you.
çok soğukdur. Burada bizim sürücümüz de var. Salam aleyküm. Dünənləri çox oturduq, söhbət elədik. Hava nəfəsimi dolur. Danışa bilmirəm. Maşın buzluyub yola. Çox soyuqdur hava, çox dəhşət. Dəhşət sis var uşaqlar. Buna baxın bir dənə. Yolu demək olar ki, görmürük. Az yolumuz qalıb ama. Artıq gəldik, çatdıq sərhədə. Yavaş-yavaş keçəcəyik. Qardaş, təşəkkür. Sağ olasın, sağ olasın. Qaqaş gətirmişdi bizi kampdakı əsgərlərdəndir. Axır ki keçdim. Özbəkistan torpaqlarındayam. Uşaqlar, çox anlamsız yoxlamalar var idi. Başa düşürəm, Özbəkistan-Əfqanistan sərhədidir. Bir çox illegal maddə keçə bilər. Neysə, körpünün üstündə bir yoxladılar. Bütün paltarlarımı tökdülər. Güclə, balayla. Bu. Salam aleyküm. Hara gedirsən? Şəhərgəmi? Şəhərgəmə? Hə? Pulum yoxdur. Bunun yox. Pulum yoxdur. Hayır, Afqanlar mısınız? Afqan da yoxdur. Ya siz Afqanlar mısınız? Mən Azərbaycanlıyam. Oturun. Oturum. Hə uşaqlar, danışacağam bir dəqiqə. Bir yaxda. Çantan, sumkanı hara qoyun? Sonra qaqam qaçır gedir. Allah razı olsun. Sağ olun. Mən gedəcəm Səmərqəndə. Getdik, Səmərqəndə gedirik. Hə uşaqlar, orada bir yoxlandıq. Sonra gəldik. Aleyküm salam qardaş. Adın nədir? İlyas. Elias. Adım Şahpələng. Şad oldum. Çox sağ ol. Mənim. Hə uşaqlar, gəldik. Bir pasport yoxlanış, bir şey, əsgər baxır, eləyir. Nəysə, uzun sözün qısası. Gəldi axırda bu pasport kontrola, deyə də bilmirəm. Yoxlanışa gəldik. Ölkəyə giriş elədim, bir də sumkanı tökdülər. Bayağı tonla. Dedim, özünüz götürün, sökün, nağarsızsa eləyin. Sökdülər, tökdülər. Şəxsiyyət vəsiqəmi, sürücülük vəsiqəmi istədi məndən. Yaxşı ki, gətirmişəm. Ola bilər ki, maşın kiralayanda, yəni səyahət eləyəndə. Onları götürdü məndən. Bayaq tonla, baxıram belə, deyirəm, ay qardaş, bu nədir? Bu nə mənəm şeydir? Salam. Yol üstü xanımları götürdük. Burada da manatlıq sistemi var və biz Termiz şəhərinə gedirik. İnşallah, qardaş. Adın nə idi qardaş? İlyas qardaşdır. Arkada da xanımlar var. Adım Nərgizə. Nərgiz. Sizin? Nilüfər. Nilüfər. Şad oldum. Çox sağ ol. İlyas qardaş sağ olsun. Gətirdi məni pul dəyişməyə. Qardaş var olsun. Həqiqətən dəstək olur, kömək olur. Allah razı olsun misafirlərdən. Deyir, Allah razı olsun qonaqlardan. Belə bir bankdır. Şəhər mərkəzindəyik bu arada uşaqlar. Təşəkkür. Uşaqlar, pulu dəyişdik. 1 milyon 200 elədi, 100 dollar. 1 milyon 211 daha doğrusu. Pulları belə. 200. 1 milyon 200. Ya 200. 200 də 200. Ha 200. 300 deyir, 200 deyir. 200 elədi, 1 milyon 200. Bəzən bir-birimizi başa düşmürük qardaşlar. Qəşəng, pulları çoxdur, hətta mənə böyük pullar verdilər. Xırda pulla belə sunka gətirib pulu dollara çevirirlər. Bunların da pulu dəyərsiz imiş, amma pullarını çox bəyəndim. Qəşəng pullar var, belə rəngarəng pulları. Belə. Bu da İlyas abinin oğludur. Adı nədir? Nur Muhammed. Nur Muhammed, maşallah. Görən ne sayılıq. Azərbaycanlıq baba İlham Aliyevə salam gələ. Yaşan deyir, İlham babaya salam deyir. Salam olsun. Allah saxlasın, çox sağ ol. Qardaş məni bir yerə gətirib, başa salmaq istəyir ki, səni aş yeməyə gətirmişəm. Deyəsən kababla aşdır. Belə bir yerdəyik uşaqlar. Vallahi darıxmışam belə yerlər üçün. Bir ay yaxındır İrandaydım, Əfqanistandaydım. Burada nəsə pişirirlər. Çöldə yeyəcək görəm. İçəri giririk. Salam aleyküm. Salam aleyküm.
Burası məşhur bir yer daha deyəsən. İyi pişmək var. Buna da hər yer doludur. Bir də nahar vaxtı gəlmişik deyə. Ora boşdur bax. Hey hocam. Ora boşdur. Ya nə gözəl ha. Xanımlar, bəylər hamısı oturub yemək yeyir. Ya Allah. Yemək yeyəcək uşaqlar. Turşu gəldi, yanında çörək gəldi. Özbək çörəyi. Bunu belə qoyaq. Qardaşımla turşulu çörək yeyək. Geç çörək kəsək qardaşım. Qardaşım çörək kəsdik. Bəlkə də bunlarda yoxdur. Ətlə hoş gəldin. Bu nə ətidir? Nə ətidir bu? Ət. Nə ətidir? Dana. Dana mı? Dana. Dana. Koyduk ya. At. At ətidir. Qoyun. Qoyun. Nə? Qoyun ətidir. Termisin avtovağzalına gəlmişəm. Taksi tapdım buradan Səmərqəndə. Hardasa 45 manata gedir uşaqlar. 45 manat. 45 manat eləyir də. Tam dəqiq yazacağam bura. 300 kilometrə yaxındır. Yol biraz çətin ola bilər amma bahadır da, çox bahadır. Su var mı? Bibi su var, su. Bibi. Bibi. Hara getdin? Ay Bibi. 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 Su. Su. Kamera no, kamera mi. Ha, su. Su. Bezgaz? Su, bez gaz. Ağız okuyla. Hala Kaşgarda bu. Nə deyirlər, mən heç nə başa düşmürəm axı. Sudur deyəsən. Bir dənə su götürüm. Bez gaz? Neçədir bu fiyat? 4000. 4000. Qoqo, 100 dollar yoxa çıxdı sənin. Baxları getdi qardaşla yemək yeyəndə də verdim mən pul. 16.000. Orada da 100 neçə min tutdu, su götürmədim. 100 neçə min tutdu. Bahalıdır ya. 100 min hardasa 14-15 manat eləyir. 300 minə danışdıq yolu, o da 45 manat eləyir. Qaqaşın maşını budur. Sənin adın kim? İskandar var o. İskəndər. İskəndər, bunun içində qırılan şeylər var ha. Böyle. Kompüter var onun içində. Ehtiyatlı olaq. Gedək. Qadan qalıma İskəndər. Ay Allah. Mənim türk qardaşım. Türk. Sən türk, mən türk. Müslüman ama. Deyir müsəlmanım. 5 saatlıq yol uşaqlar. 5-6 saat. Dağlıq yoldur da. Axşama ancaq çatarıq. Orada bir otel danışmışam. Daha doğrusu hostel. İnşallah problem yaratmazlar. Belə gedirik inşallah, görək. Salamat çatacağıq, çatmayacağıq. Yolda da göstərəcəm sizə hər yeri. Özümə baxın. Kül-küm uşaq idim, çökmüşəm, vallahi billahi. Gəldik, dayandıq yol üstü bir yerdə. 2 saata yaxındır yoldayıq. 4 saatlıq rahat yolumuz qalıbdır. Ətraf belədir uşaqlar. Üzü bu tərəfə gedəcək. Qarşı tərəfi isə postdur. Necə ki bizdə Gəncəyə gedəndə, nə bilim, Lənkərana gedəndə postlar olur, elə bir postlardır. Bura
Burada tualetdir, burada market. Gəldim, çatdım Səmərqəndə. Belə bir plov demişəm, balaca bir yumurta var, ət var. Bilmirəm nə dərəcəsində dadlıdır, amma yeyəcəm, ölürəm acından. Hostelə yerləşəcəm. Çox yoruldum, yol çox çətin idi. Qazaxıstan deyirəm ya, beyin gedib. Özbəkistanın yolları yaman gündəymiş, hala. Dalanq duruq gəlmişik. Belə yollardır. Asfalt da asfalt olmağına. Amma yol yaman gündədir. Nəsə yemək yeyim ölürəm acından.